dünya dağılır, 2 dünya bir olar. Yenə deyirəm, mən bu həbsxanada yaşamaq istəmirəm. Nə fərq var? Gedib laf hətta 9 ildən sonra bulasılar, bir aydan sonra yenə tutulacaqlar içəri. Yenə olacaq. Yenə o heç nə dəyişdirmir. Bu dəfə acıq aksası isə Tofiq Əmək bayaq telefonla da danışdıq. Özü də qeyd edir ki, hələ indiyənə qədər bu acıq aksiyasına qəti və prinsip, yəni bu qədər əmin olmamışdım. Yəni ki, həmişə əmin oldu, yəni qərar vermədim. Yəni bu dəfə o qədər qətiyyəm ki, bu məsələ, yəni ki, öldü var, geri döndü yoxdur. Tofiq Yaqublunun ölümü sözsüz ki, bu cəmiyyətdə sakit olmayacaq və səssiz də keçməyəcək. Hətta bu qədər qorxu mühitinin içində, bu qədər repressiyaların daha gür olduğu bir vaxtda cəmiyyət yenə Tofiq Yaqubluya sahib çıxır, onun azadlığa, yəni çıxmasını tələb edir. Amma siz də bunun bir əksini düşünün ki, Tofiq Yaqubluya bir şey olarsa, bu cəmiyyət, bu xalq bu qədər səssiz qala bilərmi? Yəni onu heç kim hesablaya bilməz. Və Tofiq Yaqublu özü də bəyan eləmişdi ki, yəni onsuz da mən gedib 9 il niyə gedib həbsxanada olmalıyam? Elə ölüm ölümdürsə, elə mən onu bəri başdan öz iradəmlə seçirəm ki, mən bu qanunsuz həbsə etiraz edirəm. Sonu ölümdürsə, qoy olsun. Bəlkə mənim ölümümdən sonra beynəlxalq ictimaiyyətin, dünyanın diqqəti Azərbaycana yönələr. Bir baxarlar ki, ölkədə nə baş verir, niyə müxalifət lideri həbs olunub və yaxud da niyə müxalifət lideri acılıq aksiyası etməyə məcbur olub, niyə o yolu seçib. Bəlkə ondan sonra Azərbaycana diqqət artar və ölkədə demokratik proseslərin başlanmasına təkan verər. Videolarımızı vaxtında izləmək üçün Baku Times şəbəkəsinə abunə olub bildirimləri açmağı unutmayın.